Deməli, 31 nömrəli sualımızda deyir ki, A-nın hansı qiymətində fx bərabərdir A kvadratı çıxılsın 10A üstəgəl 16 vur x üstəgəl 9 çıx A kvadratı funksiyasının qrafiki birinci və ikinci rüblərdən keçir. Uşaqlar, grafikimizə fikir verək indi. Əgər bizə deyirsə ki, qrafik birinci və ikinci rüblərdən keçir. Bax, bura birinci rüb, burada ikinci rüb. Birdən və 2-dən keçirsə qrafikimiz gəlir, bax, bu vəziyyətə. Belə bir qrafik olmuş olur. Deməli, bu funksiyamız oldu sabit funksiya. Sabit funksiya. Birinci və ikinci rüblərdən keçirsə, sabit funksiyamızda olacaq burada B-nin qiyməti sıfırdan böyük olacaq. Çünki, bax, bura B-dir. B-ni biz y ox üzərində baxırıq və birinci, ikinci rüblərdən keçirsə, B böyükdür sıfırdan. Və bizim misalımızda funksiyamız deməli sabitdirsə, y bərabərdir kx üstəgəlsin B funksiyasında sabitdirsə, kas sıfıra bərabər olacaq və B də qrafiki birinci, ikinci rüblərdən keçdiyinə görə B də sıfırdan böyük olacaq. Bir sözlə, biz burada k sıfırdan bərabərdirsə, götürürəm, yazıram. A-nın kvadratı çıxılsın 10A üstəgəlinsin 16 bərabərdir sıfıra. İndi bunu hesablayacağım. Təbii ki, bunu hesablayanda götürüb mən bunu Viet teoremi ilə yaza bilərəm. Hansı qayda sizə rahatsa ondan yazın. Məsələn, mən Viet ilə yazıram. A1 ilə A2-nin cəmi bərabər olacaq 10-a. A1 ilə A2-nin hasili bərabər olacaq 16-ya. Deməli, mən də fikirləşdim ki, A1-im olsun 8, A2-im olsun 2. Oldu mu? Deməli, A1 8-dir, A2 2-dir. İndi mən nə edəcəm? Gəlirəm tənliyimdə. Tənliyimdə nəyə diqqət eləyirəm? A1 8 oldu, A2 də 2-yə bərabər olmuş oldu. Bu aydın məsələ. Bunu qoyduq kənara. Oldu mu? Bunu kənara qoyduq. Bax, bu mənə lazım olacaq. Bax, burada belə işarələyirəm, saxlayıram burada. İndi uşaqlar, mənə nə lazımdır sonra? Mənə nə lazımdır? Mənə lazım olan bu B-dir. Mən biyaqlarım qaydaya əsasən dedim ki, yəni qrafikə əsasən dedim ki, B sıfırdan böyükdür, elədi mi? Deməli, 9 çıxılsın A-nın kvadratı böyükdür sıfırdan. Burada A-nın yerinə bu 8 ilə 2-dən birini qoymalıyam da. Nə etməliyəm? İkisindən birini qoymalıyam ki, sıfırdan böyük olmuş olsun, elə deyil. Mənə lazımdır ki, bu sıfırdan böyük olsun. 8-i qoysam olmayacaq. Çünki 8-i qoysam, 8-in kvadratı 64, 9-dan 64 çıxanda mənfi qalacaq. Ona görə 2 qoyacam. Deməli, A-nın qiyməti 2 olmuş oldu. İndi A 2 oldu. Mənə deyir ki, A-nın hansı qiymətində funksiyanın qrafiki yalnız birinci, ikinci rüblərdən keçir? A-nın 2 qiymətində funksiyanın qrafiki yalnız birinci və ikinci rüblərdən keçir. Bu oldu bizdə 31 nömrəli sualın izahı.